Gördük YouTube'un əziz izləyiciləri, kanalımın əziz izləyiciləri. Keçməyin, sadəcə keçməyin, diqqətə qulaq asın. Bilirəm ki, çoxların işinə yarayacaq. İş elanı axtaranlar üçün daha maraqlı olacaq bu video. Demək ki, siz iş elanı axtaranda sadəcə Google'da axtarış verirsiniz. Hər hansısa elanlarda və saytlarda iş yerləri axtarırsınız və bu sizin vaxtınızı alır. Bilənlər üçün deyil, sadəcə bilməyənlər üçün. Mən bilirəm ki, bu maraqlı bir faktor olacaq. Bəyənsəniz əgər mənə takib atmağı və yorum yazmağı unutmayın. Bu bir saytdır ki, burada bütün qeyddən keçirsiniz. İndi mən göstərəcəm onu sadəcə. Diqqətlə qulaq asın, mən bilirəm ki, çox maraqlı olacaq. Mənim özüm üçün də şəxsən çox maraqlı bir sayt oldu. Qarşıma çıxdı. Mən də istədim ki, sizlər üçün də bunu bölüşüm. Burada qeyddən keçirsiniz. Öz şəxsi CV-nizi yaradaraq bütün məlumatlarınızı, hansı iş axtarırsınız, harda, necə, ərazi, vəzifə hamısını yazırsınız və ona uyğun olaraq bütün saytlarda tək-tək çıxarılan vakansiyaları tək bir saytda sizin qarşınıza çıxardır. Bu da sizin iş axtarmanız üçün çox asan bir yol olacaq. Bu saytın adı WorkAs saytıdır ki, bu saytda çox gözəl bir saytdır, çox xoşuma gəldi. Burada profil yaradaraq siz burada qeyddən keçirsiniz və qeydiyyatınız varsa aşağıda görürsünüz Google, yəni Google'da qeydiyyatınız varsa Google'u basaraq birbaşa qeydiyyatı tez bir zamanda daxil olabilirsiniz. Bundan əlavə qeyddən keçdikdən sonra siz mən bir dənə daxil olun, bax Google vurursunuz. Buradan sizə seçim verəcək. Hansı Gmail'dən keçmişsinizsə həmin Gmail'i daxil edirsiniz. Yəni yenidən qeyddən keçməyə artıq ehtiyac yoxdur. Və profil yaradırsınız və bununla aşağıdan bütün vakansiyalar hamısı sizin yazdığınız CV üzrə sizə yaxın olan vəzifələr çıxacaq. Buradan da bu sayt çox sadədir. WorkAs saytıdır, adı belə gedir. Bax burada axtar sözünün qarşısında bax belə bir axtarış bölməsi var ki, məsələn mən seçirəm ki, necə bir iş axtarıram. Tutaq ki, yarım iş günü olsun. Bu iş kateqoriyanız sizin nədirsə onu seçirsiniz. Burada mən tutaq ki, seçirəm digər işlər, nə işləri görə bilirsiniz, konkret hansı sahə üzrə çalışırsınız və çalışmaq istəyirsiniz və həmin işi bacarırsınız. O işi buradan seçirsiniz. Mən burada çoxdur. Baxın nə qədər. Mən tikinti aləmini daha çox sevirəm və nələrsə bacarıram. Ona görə tikinti seçdim. Və buradan hətta belə hansı şirkətlərdə çalışmaq istədiyinizi belə seçə bilirsiniz. Və bundan sonra hansı rayonlarda sizin üçün işləmək maraqlıdırsa, birbaşa həmin rayonları da seçə bilirsiniz ki, bu da birbaşa sizin istəyinizə olan vakansiyaları sizlər üçün tapıb çıxardır. Mən bilirəm ki, çoxlar üçün bu video əl çatan oldu. Və xahişim də budur ki, kimlər üçün maraqlı oldusa, mənə takib atmağı unutmayın ki, mən də bildiklərimi sizlərlə bölüşə bilim. Məsələn, mən burada götürək tam iş günü, götürək, burada tutaq ki, satış götürək, maaş da seçə bilərsiniz, maaş ehtiyaclıyıq, çünki hal-hazırda iş tapmaq lazımdır, hətta ki, bəzi ərazisi qalsın. Və buradan filtrasiya verərək də siz əslində sıfırlamaq lazım idi tam iş günü. Yəni filtrasiya verərək buradan bütün məlumatlar hamısı var. Və sizlər üçün bu vakansiyaları çıxardacaq, əgər varsa. Və ya ümumiyyətlə də ümumi vakansiyalara baxmaq istəyirsə, bütün vakansiyalar burada üzərinə girirsən, məsələn Kantakom'da görək nə var. Kantakom iş təklif edir. Altdan tarixində yazır. 1000 manata qədər maaşdır. Məsələn, burada ərazi, burada baxıram ki, bu xaçmazı mənə tam yararlı deyil. Amma mən ümumilikdə burada filtrasiyanı seçib
heç tam iş yox. Ərazi olaraq, məsələn, mənə maraqlıdır ki, mən məsələn Bərdədə yaşayıram və hansı elanlar var, baxaq. Aha, var. Access Bankda iş var. Access Bank, Express, Obada. Nəysə, mən belə başa düşürəm ki, bilməyənlər üçün bu work saytı çox əl çatan bir sayt olacaq. Xahişim budur ki, mənə like atın, bəyənmə verin, takip olun ki, sizlər üçün bu kanalım daha məntiqli, doğru olan fikirləri, saytları, bütün informasiya aid olan məlumatları sizlərlə paylaşa bildim. Təşəkkür edirəm. İzlədiyiniz üçün çox sağ olun.